Sumqayıt şəhərində sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması məqsədi ilə gündəlik olaraq geniş miqyaslı dezinfeksiya və deratizasiya tədbirləri həyata keçirilir. Şəhər ərazisində aparılan bu tədbirlər xüsusi qrafik üzrə mütəmadi şəkildə icra olunur. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, profilaktik tədbirlər əsasən çox mənzilli yaşayış binalarının zirzəmilərində, giriş bloklarında, lift otaqlarında, habelə park və xiyabanlarda, iaşə obyektlərinin ətrafında, ictimai yerlərdə və insan axınının çox olduğu digər ərazilərdə aparılır. Dezinfeksiya işləri çərçivəsində xəstəlik törədici mikroorqanizmlərə və müxtəlif növ infeksiya mənbələrinə qarşı xüsusi kimyəvi maddələrdən istifadə olunur. Paralel olaraq gəmiricilərin və zərərvericilərin yayılmasının qarşısını almaq məqsədi ilə deratizasiya tədbirləri də görülür. Bu tədbirlər mütəxəssislər tərəfindən təhlükəsizlik qaydalarına tam riayət olunmaqla həyata keçirilir. Bildirək ki, qarşıdakı aylarda da şəhər ərazisində bu cür profilaktik tədbirlər fasiləsiz şəkildə davam etdiriləcək. Məqsəd əhalinin sağlamlığını təmin etmək, yaşayış mühitini daha təhlükəsiz və komfortlu hala gətirməkdir. Şəmlistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.